Burada da heç bir çətin bir şey yoxdur. Mən müəllimə bilir, mən sahibkaram, mənim o qədər iş yüküm var idi ki, mən fərdi olaraq qoşuldum. Müəllimə 5 dərs cəmi mənə dərs keçdi və bu qrupda da hərdən girib danışıqlara qulaq asırdım. Ümumiyyətlə heç danışmırdım, amma danışıqlara qulaq asırdım. Bir həftənin içində, 10 günün içində hazırlaşdım, getdim, özdəki deyirəm axı qızdırma ilə, üşütmə ilə, öskürə danışa bilmirəm. Girdim, girən kimi də məndən başladılar, elə bil ki, yalandan mənə sataşdılar. Elə bil ki, yavını mənə ilişdi, Qur'an olsun. Girdim, elə içəridə o nauşniki götürdüm, oturan kimi, salamlaşdım, oturan kimi deyir, şəxsiyyət vəsiqəni göstərin. Mən də şəxsiyyət vəsiqəni göstərəndə filmi də əzbər bilirəm, indi görə biraz da maraqlı olsun deyə filmi də deyirəm ki, 27 Laçın 008 Zəngilan. Qayıdır ki, səndən film soruşan olur. Dedim, yaxşıda bağışlayın. Şəxsiyyət vəsiqəni yaxınlaşdırdım. Biraz da yaxınlaşdırdım. Sonra təqdimatı danışdım. Sonda indi Heydər Əliyevin sözü ilə, kəlamı ilə bitirirəm ki, mən fikrimi Ulu Öndərimizin bir kəlamı ilə bitirmək istəyirəm. Mən dünyada müəllim adından uca və şərəfli ad tanımıram. Peşəmiz şərəfli olduğu qədər həm də müqəddəsdir. Sizin müsbət rəyiniz nəticəsində bu müqəddəs peşəni davam etdirəcəyimə inanıram. Deyirəm, ona baxarıq. Ondan sonra Allah'ın da. Ondan sonra bir sefer keçdim, indi qutardım. Deyir, təlim nəticəsi denən. Deyirəm ki, bəs mən 11-ci sinifi götürmüşəm. 11-ci sinifdə deyir, yox, mən səndən icmal soruşmadım. Təlim nəticəsi nədir? Mən də qayıdıram ki, təlim nəticəsi alt standartdan çıxarılır. Alt standartdakı dövlətin verdiyi tələbdir. Bəs deyir, sonra təlim nəticəsini izah elə. Qalmışam maşın, nə izah edim? Nəysə, yalandan bir-iki cümlələ düzəltdim. Sonra başlayıb bir sefer başqa ray deyirəm. Ray deyirəm, dərsimə uyğun. Yox, konstruktiv rəyi izah elə. Təhər izah edirəm. Bir dənə, 2 dənə, 3 dənə, 5, bəlkə 12-13 dənə sual verdi mənə. Çaşdırdı, bəs sağlıqlar desə məni kəsərlər. Doğrudan da konkret mənə o qədər suallar verdi ki, başında kim çıxırdı, dedi, rahatdır, 2 dənə sualdan sonra buraxırlar. Rahatdır, 2 dənə sualdan sonra buraxırlar. Siz ama o qədər sual verdi ki mənə. Dedim, vassalam, kəsilmişəm. Ona elə sizi də yığmadım, sizə də sonra heç nə demədim. Dedim, vay Allah, deyəsən kəsilmişəm. Mən ta ki, balım çıxmasa müəlliməyə heç nə deyə bilmərəm. Şükür Allah, nəticəm çıxıb. 28 bal veriblər, keçmişəm. Heç gözləmirdim. Dedim, 20-ni keçim, bəsimdir. 28 bal veriblər. Amma qəşəng bal veriblər. Qəşəng bal veriblər. Deməli, heç kimi kəsməyə fikirləri yoxdur. Doğrudan da fikirləri yoxdur. Onlar heç biri narahat olmasın, heç kim narahat olmasın. Lap belə çətin suallar versələr də belə, mən məsləhət görürəm ki, danışsınlar, susmasınlar. Mütləq nəsə desinlər. Mütləq nəsə müəllimlərimiz danışsın. Doğrudan mənim o qədər işim var ki, çatdıra bilmirdim. Sizi dinlədim YouTube'dan sonra keçdim online mənə 5 dərs keçdiniz, mənə kifayət doğrudan da öyrəndim. Öyrəndim, orada cavab verə bildim. Sizin motivasiyanız mənə bəs elədi ki, mən orada susmayım, danışım. Nə gözəl. Lazımdır ki, orada susmayasan, danışasan. Əla. Siz bilirsiniz, mənim Talış dağlarında gözəl məkanım var. İnşallah müəllimlərimizdən hansı gəlmək istəsə, sizin özünüz üçün müəllimə 50% endirim, müdavimlərin üstündə 20% endirimim var. Mən WhatsApp sayfasına icazə versəz WhatsApp sayfasına, Instagram, TikTok sayfamıza ataram, baxıb buradan keçid edə bilərlər. Nömrəyə mən də cavab verə bilirəm administratorumda. %100 söz verirəm ha. Sizin müdavimlərdən kim gəlsə 20% onlar üçün İnşallah. Bir də baxarsınız Zəkan müəllim, müdavimlərimi də yığıb götürüb gəlmişəm ora. İnşallah gəlin, inşallah. Gəlsələr sizin adınızdan endirimi biraz da böyük edərəm. Heç problem yox. Tək bir yerdə gəlin. Sizin üçün söz verirəm 50%. Nə vaxt yayda gəlin, ailəvi gəlin, bir həftə qalın. Kotejlərim var mənim burada. Bir həftə gəlin qalın, 10 gün qalın. Doğrudan da 50%. Nə gözəl. Çox sağ olun Zəkan müəllim. Lənkəran mətbəxinin bütün yeməkləri super. Qalmaq da superdir. 4 nəfər salam, necəsən? Təşəkkür edirəm Zəkan müəllim. Allah köməyiniz olsun. Çox sizi də təbrik edirəm. Nə gözəl. Əsas odur ki, uğur qazanmısınız. Müdavimlərə də hamısına uğurlar. Çox sağ olun müəllim. Sağ olun. Sağ olun. Strategiyaları odur ki, üsullar, təlim üsulları, təlim formaları dərs ərzində, yəni proses ərzində qaydalar, metod, üsul, vasitələr. Metod və üsul vasitələrdir. Tamam. Yaxşı, müəllimə. İnteraktiv ayrı şey demirik, müəllimə. Yox, ayrı nə deyəcək? Təlim strategiyaları bunlardır. Dəstək görüm müəllimə. Üsullar, interaktiv təlim dediniz. İnteraktiv təlim qarşılıqlı əlaqədir.
Yəni şagird müəllim, müəllim şagird, şagird şagird arasında olan qarşılıqlı əlaqədir. Yəni birgə fəaliyyətdir, interaktiv təlim. Doğrudur. Belə Birgə fəaliyyətə əsaslanan təlimdir. Doğrudur. Alt təlimdir. standart deməli neçə hissədən ibarətdir? Biliş fəaliyyət hissəsindən ibarətdir alt standart. Meyarı nəyə standartdan da əsasən müəyyən edirik? Meyarı təlim nəticəmizə əsasən müəyyən eləyirik. Meyarı dərsin əvvəlində, yəni təlim nəticəsindən həmən sonra meyarımızı, qiymətləndirmə meyarımızı təqdim eləyirik şagirdlərə. Niyə? Şagirdlər çünki dərsin sonunda hansı meyarlara əsasən qiymətləndiriləcəyini bilməlidirlər. Hansı bacarığa əsasən, hansı qayda ilə Bəli. qiymətləndiriləcəyini bilməlidir. Bilməlidirlər. Yaxşı. Qəşəng. İsmira müəllimə, arada bir Açılır müəllim. dilin açıldı. Həqiqətən açılıb ha. İndi qorxuram ki, bunu yazıq bu qaynənə varsa evdə. Ancaq bu dili açılan gəlin değişəcək bu qaynənə ilə. Qaynənədən məni günahkar tutacaq ki, bu gəlin oturmuşdu da lal dinməz. Bunun dilini niyə açdın? İndi məndən saz aşığı kimi değişir. Ay müəllim eşitməsin o. Azaltdım səsini. Allah səni güldürsün. Canın yanmasın Esmira. Esmira müəllimə, Bəli. sizə bir dənə nə deyəcəydim? Nəysə deyəcəydim, unutdum. Yadıma düşəndə deyərəm. Sizə nəysə deyəcəydim. Sual idi ay müəllim Hə, onda, yoxsa nəyisə danışmalıydım? Yox, nəsə soruşacaqdım sizdən. Da unutdum müəllimə. Deyərəm, yadıma düşəndə deyərəm müəllimə. Bugünkü müəllimə verilən suallardan bəlkə deyərdiniz, İndi deyirdiniz sizə verən belə. deyiləm. Yox, sizə verən deyiləm. Hə, yaxşı. Siz qulaq asın, o birilərinə verəcəm bugünkü sualları. Yaxşı, yaxşı. Bugünkü suallar hamısı mənim materiallarımda olan suallardır. Hamısı. Hamısı. Elə bil ki, bircə mənim dərslərimə baxıb o direktorlar o sualları hazırlayıb ha. Sonra Ay müəllim, elə bilirəm ki, yenilənir, suallar getdikcə yenilənir. formatı dəyişirlər. Müəllimə, Bəli. formatı dəyişirlər. Sualın yəni formasını dəyişir. Bayaqdan elə bir Həsən Keçəl deyirdi, indi deyir Keçəl Həsən. Eyni bir şeydir. Məzmunu sualın cavabı eynidir müəllimə. Gəlsin Arifə Kazımova burada. Bəli müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Arifə müəllimə, mən sizin təqdim etmənizə münasibət bildirmişəmmi? Bəli müəllim, səslə də dedim, WhatsApp-da atdım, xoşladınız. Qəşəng. Mən xoşladımsa, onda onlar da xoşlayacaq müəllimə. Keçək sizlə. Bugünkü suallardan verəcəm sizə. Uşaqlar arasında düzgün münasibəti necə qurursunuz? Uşaqlar arasında düzgün münasibəti, yəni onları qrup işinə cəlb etməklə, yəni şagirdlər bilir. Sonra əməkdaşlıq etməklə, belə. Yəni ünsiyyət bacarığını formalaşdırmaqla. Biraz genişləndir də Arifə müəllimə. Genişləndirə bilmirsən? Bu qədər indi. Yaxşı. Müəllimə, bax, effektiv dərs sizin üçün nədir? Effektiv dərs əgər motivasiya düzgün qurularsa, yəni motivasiya şagirdlərin marağına, tələbatına uyğun, onların potensial imkanına uyğun düzgün qurularsa, yəni təlim nəticəmiz reallaşarsa, bu effektiv dərsdir. Doğrudur müəllimə. Yaxşı, kiçik summativ qiymətləndirmə zamanı şagirdlərdən elə bil 50% zəif nəticə göstərərsə nə edərsən? Əgər 50% zəif nəticə göstərərsə, deməli onlar mövzunu yaxşı mənimsəməyib və mən sonradan onu bilmədim, yenidən növbəti dərsə salmalıyam. Sizə qurban olum. Ay müəllimə, sizə qurban olum. Niyə bilmirsən? Burada nə var bilməmək? Bu uşaq zəif nəticə göstərir. Bu sənin üçün həyəcan təbilidir. Neyəcəm?
Zəif yerlərini öyrənəcəm. Baxım görüm hansı mövzularda zəifdilər. Onun üzərində işləyəcəm. Onlara əlavə tapşırıq, maraqlarına uyğun fəaliyyətə cəlb eləyəcəm. Dərsdən kənar saxlayacam filan kəslər. Əli, vəli, pirvəli bu gün dərsdən sonra qalasın sinifdə. Test işlədəcəm, tapşırıq verəcəm, fəaliyyətə cəlb edəcəm. Ta növbəti summativə qədər Bəli, yəni summativədən şagirdlər nəticələri yüksək. Bəli. müəllimə bilmirsiniz bunu? Bu mən danışdıqlarımı heç eşitməmisiniz də. Unutdum. Yaxşı. Təlim nəticəsi nəyə əsasən müəyyən olunur? Alt standarta. Altı standart neçə hissədən ibarətdir? İki hissədən bilik və bacarıq. Alt standartda dövlətin verdiyi, yəni minimal tələbdir. Devlətin yox, dövlətin. Önlə deyilin. Önlə deyilin. Oldu müəllimə. Təşəkkürlər. Oldu. Arifə müəllimə çalışın. Çalışın üstünüzdə. Oldu. Nailə Ömərova. Oldu. Axşamınız xeyir müəllimə. Axşamı sizin Ömərova. Sonra hazırlaşdın Dibrayeva. Dibrayeva buradadır Ömərova. Bilmirəm dəstə. Təlimdə Axşamı siz. təlimdədir Nailə müəllimə. Müəllimə təqdimatımı eləyəcəm də yəqin ki. Hansı müəllimə? Lalə müəllimə. Lalə? Hə, Lalə müəllimə. Hə. Rahat olun. Əlbəttə eləyəcəksiniz. Hə. Deməli, Nailə müəllimə, belə bir Evet. sual verim sizə. Sizcə dərsin uğurlu olması üçün nəyə diqqət etməlisiniz? Dərsin uğurlu olması üçün mən bir proaktiv müəllim kimi əvvəlcədən qayda prosedurları uşaqlara xatırlatmalıyam. Düzgün qurulmuş dərs, yəni 3 mexanizmlə qurulur, qayda prosedur gözlənildi. Və təlim nəticələri düzgün seçilir, motivasiya maraqlı qurulmalıdır əyaniliklərlə, təlim nəticələri asan olmalıdır, uşaqlar anlaşılan olmalıdır, smart qaydasında olmalıdır. Bütün bu qaydalar yerində olarsa, sualın əvvəlini unutdum. Orada müəllimə qayda prosedur yox, sadəcə dərsin uğurlu olması deyəcəksiniz ki, asılıdır təlim nəticələrinin doğru qurulmasından, təlim nəticəsi asan yox, spesifik, aydın olmalıdır, təlim nəticəsi ölçülə bilən olmalıdır və doğru düzgün qurulmuş motivasiyadan asılıdır, dərsin uğurlu keçməsi. Çünki, bax burada bir dənə genişlənmə verin, çünki düzgün qurulmuş motivasiya dərsin 50%-nin mənimsədilməsi deməkdir. Və bu da mənim dərsimin uğurlu nəticələnməsi deməkdir. Belə bir şeylə də genişlənmə verə bilərsiniz müəllimə. Yaxşı müəllimə, deyin görüm, dərs nədir? Dərs 45 dəqiqə ərzində təhsil alan üçün təlim nəticələrinin reallaşması, ondan sonra Təlim formatı, təlim prosesidir. Dərs nədir? Təlim prosesidir. Təlim prosesidir. Vəssalam. Məqsədə çatmaq üçün qurulan, planlı şəkildə qurulan təlim prosesidir. Bax bizim bu təlim kimi. Bax biz təlim keçmirik, sizi məqsədə aparırıq. Məqsədə aparırıq sizi. Nə? Müsahibədən uğurla keçəcəksiniz. Və bunun üçün biz burada məqsəd yönlü şəkildə, planlı şəkildə bir təlim prosesi keçirik. Dərs təlim prosesidir. Belə deyəcəksiniz. Nailə müəllimə, bəs resurs əlçatanlığı nədir? resurs əlçatanlığı, məsəl üçün müəllimin bir A, bir B planı olur. A planında məsəl üçün internet resurslarından istifadə eləyəsiyəmsə dərsində, əgər işıq sönərsə və yaxud da ki, nəsə bir nasazlıq baş verərsə, mənim B planım olmalıdır bir proaktiv müəllim kimi. Bu da təbii nümunələrdir. Məsəl üçün yarpaqdır, zoğdur, lupadır, dipçəkdir, belə əyaniliklərdən istifadə edə bilərəm. O siz danışdığınız əslində müəllimin B planıdır. Amma resurs əlçatanlığı odur ki, müəllimə, mənim sinifimdə proyektor yoxdursa əgər, mən o planlaşmama proyektor yazmışamsa, bu əlçatan resurs deyil. Əlimin altında hansı təlim nəticəsində real imkanlar var idi. Bax, resursları oydu. Yəni, əlimin altında nə varsa, nədən istifadə edəcəmsə, o mənim üçün resursların əlçatan olmasıdır.
proyektorum yoxdursa, elektron lövhəm yoxdursa, mən onu deyə bilmərəm ki, mən elektron lövhədən istifadə edirəm. Yəni onu elə deyəcəksiniz müəllimə. Bəs Belə yaxşı, fənnimə uyğun olaraq resurslarım bunlardır da müəllimə mənim. yəni müəllimə mən bir söz demirəm. Siz resurs əl çatanlığını yəni izah edirəm ki, yəni sənin əlin çatan resurslar hansıdırsa, sən hansından istifadə edə bilirsənsə, o sənin üçün əl çatandır. Olmayan bizim üçün əl çatan deyil. O mənada. Yox, siz B planını izah elədiniz. Mən dedim ki, o yəni başqa bir sualdır da, başqa bir mövzudur. Yaxşı. Korreksiya nədir müəllimə? Korreksiya. Əslində bilirəm, amma izah edə bilmirəm. Müəllimə çox sadə. Səhvlərin düzəldilməsi. Hə. Burada izah ediləcək bir şey yoxdur. Nailə müəllimə. Korreksiya səhvlərin düzəldilməsi. Vəssalam. Bu nə zaman işlədirik ki, müəllimə korreksiyanı? O gün veriblər. Korreksiya edici deyiblər rəyd ilə. Korreksiya edici rəyd siz nədir? Yəni şagird hər hansı bir səhv eləyir, məsələn, üzündən oxuyur uşaq. Baxıram ki, oxuyanda məsələn hansısa sözün tələffüzünü deyir ki, ustalar. Deyirəm ki, Əli, ustalar sözü t ilə yazılır, d ilə deyilir. Ustalar. Tələffüzü usta olaraq deyəcəksən. Bax, bu korreksiya edici rəydir. Mən onun səhvini düzəltdim, hazır formada ona dedim. Bu korreksiya edici rəydir. Motiv edici rəy var, konstruktiv rəy var, korreksiya edici rəy var. Bu formativdə əks əlaqənin növləridir müəllimlər. Əks əlaqənin növləridir. Əks əlaqə nədir Nailə müəllimə? Əks əlaqə şagird müəllim münasibətləridir. Birgə. Xeyr. Yoxsa münasibətlər. Əks əlaqə ilə rəy deməkdir müəllimə. Rəy, əks əlaqə eyni şeydir. Rəy, əks əlaqə. Vəssalam. Qarşılıq qarşıdır. Təşəkkürlər Nailə müəllimə. Sonra gəlsin, deməli, Dibrayeva yoxdur, eləmi? Elnarə Quliyeva gəlsin. Dibrayeva yoxdursa Elnarə Quliyeva gəlsin. Axşamınız xeyir müəllimə, necəsiz? Axşamınız xeyir, çox sağ olun. Sonra Jalə Həsənova hazırlaşsın. Nailə Ömərova, siz təlimə getmirsiniz müəllimə? Hələ ki yox. Onlarınki bugün qutarır, yəqin sonra bizik. Hə, yaxşı. Müəllimə, mənim adım axırdadır. Kimin adı? Günay Məmmədəliyeva. Məmmədova yazırsınız siz. Günay baxım. Hə, müəllimə. Hə, heç nə müəllimə. Onu bilmək istəyirdim ki, görüm. Hə. Sonra, deməli, gəl Elnarə müəllimə. Bəli, müəllimə, eşidirəm. Peşəkar müəllim özünü refleksiya etməlidirmi? Bəli, müəllimə, etməlidir. Niyə? Refleksiya, ümumiyyətlə, refleksiyanın birinci müəllim, tərifini deyə bilərəm. Yəni, nəyi bilirsən, deyə də əsas odur, susmayasan. Refleksiya əks əlaqə deməkdir. Yox, rəydir o müəllim deyəsən. Refleksiya əks əlaqə deyil, müəllimə. Refleksiya başa çatmış prosesin şuurda Başa imitasiyadır. çatmış şuurda imitasiyadır, mənimsəmə qavrama prosesidir. Refleksiyanın ümumiyyətlə biz dərsin sonunda aparılır. Refleksiya zamanı şagird sonda hansı bilik bacarıqla yiyələnməsini müəyyən olunur. Yəni şagird nəyi bilir, nəyi bilməməsini biz bundan bilirik də, refleksiya eləyərək. Əslində müəllim də özünü refleksiya eləməlidir də müəllim. Müəllim də bilməlidir ki, təlim nəticəsini nə dərəcədə qoyub, düzgün qoyubmu, şagird təlim nəticəsinə çata bilibmi? Əlbəttə, həm işimizi refleksiya edirik, öz işimizi. Bəli, həm də şagirdimizi. Həm də özümüzü refleksiya edirik. O şagirdi eləyirik, o heç. Məsələn, işimi refleksiya eləyirəm ki, Mən təlim nəticəni düzgün qoymuşammı? düzgün qoymuşam, yox. Bugün mən təlim nəticəmi reallaşdıra bildiyim, alt standartımı reallaşdıra bildiyim, təlim nəticəmi əldə edə bildimmi? Refleksiya edirəm. Və özümü refleksiya edirəm ki, nədə doğrum var, nəyə özümüzü də biz inkişaf etdirməliyik. Zəif tərəflərimizi, güclü tərəflərimizi müəyyənləşdirib, zəiflərimizin üzərində işləməliyik, yeniliklər axtarmalıyıq. Bax, buna görə bu məsələlərlə bağlı biz özümüzü də refleksiya edə bilərik. Sonra, qiymətləndirmə vasitələri hansıdır?
Qiymətləndirmə vasitələri bu təlim alt standart meyarı onlar müəllim. Təlim nəticəsi. Yox müəllimə, bax test üsulu deyə bilərik, rubriklər deyə Hə, bilərik. test üsulu, şifahi sual cavab, Hmm. sorğu. Bunlar yeni Ev suallardır. Bax tapşırığı. verirəm çaşırsınız. Çünki nədir? Dünən sırağa günü verilən suallardır. Niyə çaşırsınız? Yəni bəlkə də istifadə eləməmişik burada ona görə. Sonra Bəlkə də başqa formatda istifadə eləmişik, ona görə bizə qaranlıq gəlir. məsələn, mən nə ilə qiymətləndirəm? Məsələn, biz formativ qiymətləndirmə aparırıq. 3 Testlə. ilə müşahidə tək testini aparmırıq, müşahidə ilə də Tapşırıqlar, qiymətləndiririk. sual cavab, Ay sağ ol. şifahi sual cavab. Veririk, şifahi rəy də veririk, rəy verərək də qiymətləndiririk. Bunu da deyə bilərsiniz. Sinfin idarə Bir də olunması. müəllim, Hə, buyur müəllim. sinfin idarə olunması hansı prinsiplər əsasında həyata keçirilir? Qayda, gözlənti, prosedurlar. Əgər bunu biz düzgün eləsək, təlim nəticəmizi də düzgün də qura bilərik. Doğrudur. Çox sağ olun Nailə müəllim, Elnarə müəllimə təşəkkürlər. Müəllimə, bir dəqiqə üzr istəyirəm. Biz bu icmalımıza nə vaxt baxacağıq? İmtahanınız nə Mənim vaxtdır 13 müəllimə? 12, birinci gün inşallah. Birinci gün, 6-cı gün baxaq müəllimə sizin icmala. Hə, oldu müəllim. Birinci gün Oldu imtahan müəllim. olanlar 6-cı gün mənə desin, deməli elə icmalına baxaq. Bir də müəllimə, məndə gün ortadır da, onun üçün olmalıdır. Ola bilsin ki, sizə zəng eləsəm, suallarda qaranlıq qalsa, Elə. nəsə kömək verin. Niyə Oldu eləmirəm? müəllimə, çox Eləyəcəm, əlbəttə. oldu müəllimə. Kimə qaranlıq qaldı? Mənim öz müdavimlərimlə. Ha, indi burada dərsi mən qayda eləyirəm. Müəllimlər elə bilir ki, elə mən bütün gün oturmuşam telefonda, YouTube-dan zəng eləyəcəklər, açacağam. Yəni mənim öz ödənişli müdavimlərim. Kimə Oldu, qaranlıq bilmiyorum. qalan sual var, mənə zəng eləsin, sualı mənə desin, cavablandırım, elə getsin, girsin. Mənim yalnız öz müdavimlərim. Çox sağ olun. müəllimə. Sağ olun Varınız. müəllimə. Sonra Jalə Həsənova. Yoxdur. Nuranə Həsənova. Sonra Sahilə müəllimə. Axşamınız xeyir müəllim. Buradayım. Axşamınız xeyir. Sahilə müəllimə. Müəllim, həqiqətən demişdiniz keçən dəfəki, bu dəfə eləyim. Edin. Nəyi müəllimə? Həqiqət etməni. Hə, eləyin, eləyin. Nə vaxt imtahanınız? 17-si. Hı, eləyin. Sadəcə burada. Niyə 17-sinə yaxın eləmirsiniz ki, müəllimə? Nə bilim, deyirəm birdən səhvlərim falan varsa əzbərləmək üçün Hə, eləyin, yaxşı. Eləyin. yadımda qalsın. Mən Sahilə müəllim İsmailova 1985-ci il Xaçmaz rayonunda anadan olmuşam. Məktəbin ən yüksək bal toplayan şagirdi olaraq Xaçmaz rayon təhsil şöbəsi tərəfindən fəxri fərman tərtib olunmuşam. 2009-cu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib Xaçmaz rayonunda müəllimlik fəaliyyətinə başlamışam. 2012-13-cü illərdə yenidən hazırlanma təhsili olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimlik ixtisasını bitirmişəm. 2013-15-ci illərdə Gəncə Dövlət Universitetinin yarımkeşlər fizikası ixtisası üzrə magistr təhsili almışam. Bundan əlavə pedaqoji fəaliyyətimi inkişaf etdirmək üçün müxtəlif kurslarda iştirak edib sertifikatlar əldə etmişəm. İşlədiyim məktəbdə şagirdlərim fənn olimpiyadalarında, fənn müsabiqələrində, layihələrdə yüksək nəticələr göstərmişdir. İnnovativ metodlardan istifadə etməklə nümunəvi dərsimə görə Xaçmaz rayon təhsil sektoru tərəfindən ilim müəllimi adına layiq görülmüşəm. İşlədiyim məktəbdə təşkil etdiyim fizika gecəsinə, Quba rayon üzrə təşkil etdiyim Texnoqafqaz festivalına görə Quba rayon təhsil sektoru tərəfindən təşəkkürnamə və fəxri fərmanla tərtib olunmuşam. Dərs prosesində dərsdən kənar məşğələlərdə məqsədim şagirdləri vətənpərvər, savadlı, məqsədyönlü, özünə, xalqına, vətəninə xeyirli bir şəxsiyyət kimi formalaşdırmaqdır. Bundan əlavə şagirdlərin potensialını üzə çıxarıb daha çox inkişaf etdirməyə çalışıram. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən təhsildə könüllü fəaliyyətin təşkili qrant müsabiqəsinin qalibi olan məktəblərdə scout klublarının yaradılması layihəsində müraciət edərək uğur qazanan 30 liderdən biri kimi fəaliyyət göstərirəm. Quba rayon üzrə scout lideri olaraq Zərdabi scout dəstəsini yaratmışam. 2024-cü il Pedaqoji Şuranın iclasında ilin ən yaxşı dərs keçən müəllim olaraq elan edilmişəm. Mən peşəmi, şagirdlərimi çox sevirəm. Müəllim keçmişi öyrədən, gələcəyi qurandır. Müəllimlik peşəmlə daim qürur duymuşam. Nə yaxşı ki, müəlliməm. Müəllimə, orada sizi qovan var idi?
Yox, mən belə dedim görüm. Biraz demişdiniz çoxdur. Dəqiqə saniyəsi. Siz də Yox, qaça-qaça biraz- deyirsiniz. Biraz tez dedim ki, bəlkə az tutar, onu deməyəsiniz. Ay, birdən mənim sözümü qoymazlar axıra çatam. Yox, sizə dediyimdə mənə bir dəqiqə təxminən 50 saniyədə sizə göndərmişdim. Sadəcə dedim bəlkə indi biraz tez desəm biraz az tutar, bilmirəm. Çox sürətli dediniz müəllimə əslində. Çünki birdən oxuyurdum, indi özüm danışanda yəni ki biraz asta deyəcəm müəllimə, aramla deyəcəm. Hə, aramla deyərsiniz müəllimə. Bu qoymayın, bu ağatlı oğlanı saxlayın, qoymayın sizin dalınıza düşsün bu müsahibədə. Orada aram-aram danışın müəllimə. Burada mən necə idi? Yəni də onun Yaxşı. Amma sözlərini əslində, gözləyirəm, yoxsa aramla deyəcəm. əslində hə müəllimə, məzmun etibarilə qəşəng, uğurlarınızı da qəşəng vurğulamısınız. Xoşum gəldi. Məzmundan xoşum gəldi. Sadəcə biraz tez-tez dediyinizə görə deyirdim. O vaxt orta məktəbdə biz belə danışanda ilk sinif rəhbərim deyirdi ki, nədir atdı düşüb dalınıza? İndi Sahilə müəllimə, elə bil ki, sizin də arxanızca atlı gəlir. Hə, Yox, sizin göndərimdə aramla demişəm müəllimə. Prosta çox iddia dedim, bəlkə tez hə, desəm. eybi yoxdur. Orada düzəldərsiniz müəllimə, aramla deyərsiniz. Problem Oldu. həll etmə bacarığını necə formalaşdırırsınız Sahilə müəllimə? Uşaqlara qrup işi, layihə işi verməklə. Ay sağ ol. Bir də iş üsulları var ki, məsələn qərarlar ağacının adını çəkə bilərsən, sinektikanın adını çəkə bilərsən ki, bu üsullardan istifadə edərək deməli problem həll etmə bacarığını formalaşdıra bilərəm. Yaxşı müəllimə, deyə bilərsinizmi ki, təlim strategiyaları nədir? Təlim strategiyaları dərsin forma və üsulları, dərsi necə keçirəcəyimizdən, necə quracağımızdan, hansı metod, forma və üsullardan istifadə edəcəyimizdən asılıdır. Pasiv şagirdlə necə işləyirsən? Pasiv şagirdlə, həmən pasiv şagirdi qrup işinə, fərdi və qrup şəklində layihə işinə sövq edərəm. Həmçinin dəstənkənar məşğələlərdə onu dəvət edərəm. Elə məşğul olaram onunla. Oyun olaraq rollu oyunlar şəklində, pozitiv məsələn deyək ki, bir əyləncəli viktorinalar. Bunlar edirəm müəlliməsində. Deməyi unuturam. Viktorinalar, tədbirlər il ərzində həm sinif arasında yarışmalar keçirirəm, həm də siniflər arasında yarışmalar keçirirəm. Viktorinalar, birlik yarışlar keçirirəm. Ora indi pasiv şagirdləri o oyunlara cəlb eləsən, gör orada passivlik qala bilər. Yox. Olmur müəllimə. Bir də fizika gecəsi təşkil etmişdim. Heç bir pasiv şagirdim olmamışdı. Bax, niyə onun adını çəkmirsiniz? Niyə fizika gecələri təşkil edirəm? O uşaqlara orada hər hansı bir, məsələn, deyək ki, çıxış verirəm, neynəmirəm. Bax, bunları deyin də. Əslində elədiyiniz şeylərdir. Sadəcə düzgün eləyib bu cümlələrə salın. Deyin orada. Müəllimə, məsələn, mən dərsimdə əyləşəndə həqiqətən, məsələn, bəzən olur ki, rəhbərlik deyir ki, görəsən düz sinifə gəlmişəm, həmən sinif idi, bayaq o sinifdə olmuşam, axı bu sinifdir, həmən sinifdir. Yəni elə edirəm ki, heç bir pasiv şagird olmur dərsimdə. Ay sağ ol. Yəni onu eləməkdə orada özünüzü göstərmən lazımdır. Təşəkkürlər Sahilə müəllimə. Çox sağ olun. Salam Gülnarə müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Jalə müəllimədir. Səsim gəlmədi, buradaydım dərsdə. Hə, Jalə müəllimə, gəlin. Nə zamandır imtahanınız müəllimə? 17-sidir. Müəllimə, özüm təqdim eləmişəm, ancaq icmalı xeyir. Onu saxlayaq. Hələ irəlidə dərslərimiz var müəllimə. Siz onsuz da hələ davam eləyəsiniz. Yeni qoşulmusunuz. Yeni deyəndə nə vaxt qoşulmusunuz siz? Hətta sonradan qoşulmusunuz. Sentyabrın axırı. Sonradan qoşulmuşam. Sentyabrın neçəsi? Sentyabrın sonuydu, axırıdır. Tam dəqiq bilmirəm. Siz dediniz qrupa da tamam olmuyor. Hə, olsun müəllimə. Həmkarlarınızla necə əməkdaşlıq edirsiniz? Həmkarlarımızla dərs haqqında, tutaq ki, hər hansı bir mövzu haqqında müzakirə aparırıq, pozitiv əlaqə yaradırıq. Daha sonra nə problem varsa bir-birimizlə məsləhətləşərək həll edirik. İnteqrasiya nədir? İnteqrasiya dərsin bir-birinə əlaqələndirilməsidir və fənlərin bir-birinə əlaqələndirilməsi. İnteqrasiya edirik. Doğru. Bəli. Şagirdlərinizin sevimli müəllimisinizmi? Mən düşünürəm ki, bəli. Çünki şagirdlərim ən əsas kompüter
informatika dərsini çox sevirlər. Yəni kompüterlə əlaqəli də ola bilər. Şagirdlərlə qayda prosedur necə deyim? Belə deyim, müəllim Orhan. Şagirdlərimin sevimli müəllimiyəm. Düzdür, şagirdlərimlə münasibətim pozitiv, xoş bir münasibət, onlara sevgi ilə, qayğı ilə yanaşıram. Onların uğurlarını öz uğurlarım hesab edirəm. Ona görə də yəni şagirdlərimin sevimli müəllimiyəm. Deyə bilərsiniz bu formada müəllimə. Bəs yaxşı müəllimə, belə bir sual verilsə, valideyn gəlib sinifdə qışqırarsa nə edərsən? Valideyn əgər dərs zamanı sinifə daxil olarsa, onu sakitləşdirərəm. Dərsdən sonra onunla söhbət edərəm. Əgər söhbət zamanı mənim səhvim varsa, özüm üzərimdə səhvlərimi düzəldərəm. Əgər yoxdursa, valideynlə razılığa gələrəm. Yəni belə necə şikayətini dinləyərəm, sonda onunla bir razılığa gələrəm. Onu yoluna qoymağa çalışaram. Yoluna qoyuram. Həmin problemi həll etməyə, yoluna qoymağa çalışaram. Bəli, doğru. Qəşəng Jalə müəllimə, yaxşı. Yaxşısınız müəllimə. Çox sağ olun müəllimə. Sağ olun müəllim. Sağ ol. Sonra gəlsin Xatirə Mollayeva. Axşamınız xeyir. Axşamınız xeyir. Nurani Həsənova danışdı müəllimə. Xatirə müəllimə. İnduktiv və deduktiv dərs nədir? Müəllim, induktiv dərs bugün yeni keçirilən dərs, deduktiv dərs isə biz əvvəl keçdiyimiz mövzunu yenidən keçiriksə, bu deduktiv dərs olur. Daha çox hansı qiymətləndirmədən istifadə edirsiniz? Mən qiymətləndirmənin 3 növü var. Məktəb daxili qiymətləndirmənin summativ, formativ və diaqnostik. Hər üçündən yerli-yerində istifadə olunur, amma dərs boyunca və hər dərs aparıldığı üçün formativ qiymətləndirmədən daha çox istifadə edirəm. Şagird uzun müddətdir ki, dərsə gəlmir. Nə edərsiniz? Şagirdin uzun müddət dərs buraxana qədər bunu ilk bir gün dərsə gəlmədikdə belə valideynlə əlaqə saxlayıram və şagirdin niyə dərsə gəlmədiyinin səbəbini öyrənirəm və beləliklə uzun müddət dərsdən qalmasının qarşısını alıram. İllik qiymətləndirməni necə çıxarırsınız? İllik qiymətləndirmə birinci və ikinci yarımillik qiymətləndirmələr toplanır. Müəllimə. Müəllimə, məni eşidirsiniz? 14-düdür. Siz demişdiniz bugün özünü təqdim etmə edərsən, gələn dərsdə icmalı təqdim edərsən deyə. Müəllimə, elə gələn dərs ikisini də soruşaram. 6-cı gündə gələn dərs deyəndə sabah öbürsün. Bəli, 6-cı gün bəli. Hə, 6-cı gün sənin sual cavab eləməyəcəm. Elə icmal, başlayanda icmalından başla, təqdim etməni də elə bitirək. Yaxşı müəllim. Mən necə cavab verirdim? İllik qiymətləndirmənin sonuncu sualın, onu da cavablandır. İllik qiymətləndirmə birinci yarımillik və ikinci yarımillik qiymətlər toplanılır və yarısı tapılır, ikiyə bölünür. Amma qəşəng danışırsınız Xatirə müəllimə. Sadəcə bir balaca ləhcə olunur sizdə. Yoxsa qalan o da özünüzdən asılı deyil, bilirəm. Bizim zona elədir ki, yəni belə ləhcədə xüsusi bir hərf yoxdur da, sadəcə belə uzadırıq mı, nəsə o yəni tam getmir. Hə, bax o nədir? Əslində bax bir dənə fərdi müdavimim var Gülnarə müəllimə. Yəni məsəl sözlərdə bax görürsüz Qarabağ zonası Gəncələr falan gələcəm, gedəcəm deyir. Amma onlardan yoxdur. Heç gələcəmlə gedəcəm kitab cümləsi kimi danışırlar. Amma danışıqda səs tembrindəmi deyim, o ləhcə onlarda nədirsə, bax elə bil ki, bir interesli, belə bir şirinlikmi, belə bir qəribə bir, yəni orada bir ləhcə var da, o saatda o 100 günlükdən hiss olunur. Bizdə deyilən o getmir. Neçə il universitet dedilər, belə dərslərdə çalışıram, ləhcəsiz danışım, amma yəni mümkün olmur bu. Nəsə də yerində var. Xeyirlisi müəllimə. Uğurlar əzizim. Təşəkkürlər. Çox sağ olun. Gəlsin, deməli, İlhamə müəllimə. Axşamınız xeyir müəllimə, necəsiz? Axşamınız xeyir İlhamə müəllimə, xoş gördük. Müəllimə, sizdə 17-dir, İlhamə müəllimə, 17-sidir. Yox müəllimə, 15-dir. 15-dir. Günlər yaxınlaşır uje.
Müəllimə, təqdim etmənizi Bəli. eləyin, ya icmalınızı eləyin. Yəni siz hansınsa eləyin. Təqdim etməmi sizə səsli göndərmişdim. Bəyənmişdiniz. Elə? Hə, onda icmalınıza baxaq. İcmalım demək alt standartın 4.2.1 ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır. Bir də 4.2.2 regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır. Mövzum insan və biosferdir. Bildiyimiz kimi alt standartdan məqsədləri, yəni təlim nəticələrimizi çıxartmalıyıq. Təlim nəticələri öncədən uşaqlara elan olunur və təlim nəticəsi də nə olduğunu müəllim orada desəm yaxşı olar da təlim nəticəsi nədir? Təlim nəticəsi başa çatmış prosesin beyində inkasıdır, şuurumuzda inkasıdır. Vay. Qayət fəlakət. Təlim nəticəsi başa çatmış prosesin şuurda inkasıdır. Hə, mən nə dedim bə? Səhv dedim. Mən gedirəm özümü asmağa. Vsyo. Ay, bu həyəcandır. Mən çünki bunu müəllimlər gülməyin, bax, gülməyin. Mənim də gülən vaxtım olaraq adam bir balaca heç olmasa bir motivasiya verər ki, müəllimə çaşdı qəfildən. Çünki mən buna hazırlaşmamışdım. Müəllimə, bəs biz gülərək motivasiya veririk də, hissənərək verək motivasiyanı. Motivasiya gülərək veririk də motivasiyanı. Allah köməyinizdə dursun, heç nə demirəm. Sağ olun. Təlim nəticəsi öncədən elan olunmalıdır və alt standartlara görə çıxarılır. Təlim nəticələrin bunlardır. Şagirdlər insan fəaliyyətinin biosferə təsirini izah edir. Bir də regional və qlobal ekoloji problemləri əlaqələndirir. Sonra isə meyarlar da təlim nəticələrinə əsasən müəyyənləşdiririk və meyarlar aşağıdakılardır. İnsan fəaliyyətinin biosferə təsirini izah edir və regional və qlobal problemləri əlaqələndirir. Sonra maraq oyatma, yəni motivasiyamı necə qururam, video və şəkillər göstərirəm. Meşələrin qırılması, dənizlərin çirklənməsi, buzlaqların əriməsi. Bilirik ki, motivasiya dərsin 50% deməkdir. Düzgün qoyulmuş motivasiya dərsin 50% deməkdir və şagirdlər gördükləri qısa ifadələrlə lövhəyə yazırlar, hava çirklənir, heyvanlar məhv olur və iqlim dəyişir. Sonra mən onların cavablarını ümumiləşdirirəm və mövzuya giriş edərək bu sualı verirəm. İnsanların gündəlik fəaliyyəti biosferdə hansı dəyişikliklərə səbəb olur? Sonra isə şagirdləri 3 qrupa bölürəm və 3 qrupda 1-ci stansiya, 2-ci stansiya və 3-cü stansiya və hər birinə tapşırıqlar verin. 1-ci stansiya tapşırığım bu belə suallarla ekoloji probleminin biomüxtəlifliyə və insanların sağlamlığına 3 təsirini yazın və 2-ci tapşırığım qarşısını almaq üçün 3 praktik tədbir təklif edin. Yəni bu tədbirlərdə, məsələn, praktik tədbirlərdə ola bilər ağac əkmə, tullantıların çeşidlənməsi, tullantı sularının təmizlənməsi. Sonra 2-ci stansiyaya verirəm səhralaşma və məruz qalan regionlar stansiyası. Tapşırıq budur. Dünyanın hansı regionları və ölkələri səhralaşmaya daha çox məruz qalır? 3 nümunə göstərin. Sonra 2-ci tapşırıq həmin qrupa səhralaşmanın ekosistemə və insanlara təsirini yazın. Sonra 3-cü stansiyanın qlobal ekoloji problemlər və təsir sahələri. Tapşırığın belədir. Meşələrin qırılması, torpaqların pozulması, azon qatının seyrələşməsi problemlərinin 3 əsas təsir sahəsini yazın və 2-ci sual, hər problem üçün bir nəticəni qeyd edin. Sonra bu uşaqlardan, yəni tapşırıqları təqdim etmələrini alıram və sonra onların bu təqdim etmələrini ümumiləşdirərək əsas anlayışlar haqqında izah verirəm. Biosfer nədir? Antropogen təsirlər nədir? Qlobal və regional ekoloji problemlər
nədir? Sonra belə bir sualla müraciət edirəm. İnsan fəaliyyətinin təbiətə mənfi təsirlərini azaltmaq üçün hansı qlobal təşəbbüslər həyata keçirilir? Əgər sən ekoloji layihə rəhbəri olsaydın, təbiəti qorumaq üçün hansı 2 addım atardın? Bunların hamısını ekoloji problemin səbəb və nəticələrini düzgün izahı, təqdimatın dəqiqliyi və aydınlığı və bütün bunları nəzərə alıb sonda refleksiyamı aparıram. Refleksiyamda 3-2-1-lə 3-2-1 də burada 3 məlumat dərsdə öyrəndiklərim, 2 fakt, dərsdə öyrəndiyim maraqlı fakt, 1 sual da məni düşündürən sual hansılar oldu. Mən bir dənə orada meyarları onsuz da demişdim. Birdən indi konstruktiv rəy soruşsalar deyəcəm. Elə müəllimə? Hə, müəllimə. Konstruktiv rəy varındır? Varımdır, burada var. Yəni çox yaxşıya da var, yaxşı da var, qənaətbəxş da var, zəif də var. Müəllimə, təqdim etməniz, icmalınızın təqdim edilməsi yaxşı. Sadəcə bir-iki yerdə arada sanki elə bir şey oldu, orada var. Hiss elədim. Müəllim, heç oxumamışdım. Mən fikirləşirdim ki, məndən 2-ci gün alacaqsınız bunu. Ona görə mən hazırlıqsız idim. Bir də ani sual ola bilər, o mexaniki səhv idi. Üzrünü sayın. Bayaq dediyim mexaniki səhv idi. O mexaniki səhv, onu bildik. Sadəcə olaraq müəllimlər sizə yox, mənə güldülər. Niyə mənə güldülər? Mən axı buradan belə reaksiya verdim. Dedim, vay, fəlakət. Ona görə müəllimlər güldülər. Yoxsa kimin səhvi yoxdur ki? Hamımız için mən qarışıq, hamımızın səhvi var. Sadəcə mən siz səhv eləyəndə mən necə deyim, pozitiv bir reaksiya verirəm ki, üstünüzə tutmuram da ki, siz ona pis olmayasınız əslində. Yəni, yoxsa burada başqa bir məsələ. Əslində o idi də, şagirdlərin sonda nail olduqları bilik və bacarıqların əvvəlcədən müəyyənləşməsi, onu deməli idi. Mən səhv saldım. Elə bir mexaniki səhv oldu. O olan şeydir müəllimə. Qəşəng, amma icmalınızı qəşəng təqdim elədiniz. Eybi yoxdur. Siz ayın 15-siz, eybi yox müəllimə. Sizi həftədə 2 dəfə demişdim, eybi yox. Bu həftənin 6-cı gün də sual-cavaba qoşularsınız. Oldu. 2-ci gün də qoşularsınız müəllimə. Yaxşı? Oldu. Sağ olun müəllimə. Sağ olun. İlhamə müəllimə. Şöyle müəllimə burada. Şöyle müəllimə? Hə, şöyle yoxdur. Münazim. Yox. Hə, münazim buradadır. Axşamınız xeyir. Axşamınız xeyir Münazim müəllimə. Sizdə nə zamandır Münazim müəllim imtahan? Məndə 16-sıdır. İlhamə müəllimdən sonraki gün. Birinci İlhamə müəllim açacaq inşallah qapımızı. Onda sizdən hələ ki onları soruşmuram. Növbəti həftənin 2-ci günü sizdən təqdimatı görüşərəm. Narahat olmayın. Bir dənə sual-cavab eləyək sizi. Mən şagirdəm. Qrup işində necə ünsiyyət qurmalıyam? Mənə başa sal. Mən şagirdəm. Qrup işində necə ünsiyyət qurmalıyam? Deməli, şagirdi ünsiyyət qurmaqdan ötürü, əgər o şagird biraz özünü dəqiq güvənmirsə, o şagird özünə güvənə bilmirsə, çalışaram ona daha yaxşı, yaxından köməklik göstərəm. Qrup işində onun fəal olması üçün əməkdaşlıq bacarığını yadına salam. Sonra başqa nə demək olar Gülnar müəllimə burada? Mən ünsiyyət qurarkən ideyalar verəcəm, yoldaşlarıma təşəbbüsümü irəli sürəcəm, təcrübələrimi bölüşəcəm, mövzu ilə bağlı fikir bildirəcəm, münasibət bildirərək ünsiyyət. Ünsiyyət nə zaman qurulur? Ünsiyyət o zaman qurulur ki, mən orada bir ideya verim, bir təşəbbüs irəli sürüm, yoldaşlarımın fikrinə münasibət bildirim, deyilən ideyalara mən də bir rəy bildirim. Bu zaman ünsiyyət quracam. Yəni, bax, ünsiyyəti bunu müsahibədə veriblər. Keçən il olan sualdır bu. Yaxşı, nadinc uşaqla necə məşğul olursunuz? Nadinc uşaqla çalışaram onu dərsdə, rollu oyunlarda yox, əslində nadinc uşaqla çalışaram ki, dərsdə əgər summativ yazdırıqsa, vərəqlərin paylanmasında mən onu çalışaram, onu əvvələ salım ki, məsələn, bu işi görsün və yaxud lövhədə nə isə lazımdırsa, o şagirdə yönləndirərəm ki, bu işlə məşğul olsun və beləliklə mən onu nadinc olmağını yavaş-yavaş ötəsindən gələrəm. Hərəkətli fəaliyyətlərə cəlb etməklə
Bəli, hərəkətli Tamam. fəaliyyətlərə cəlb edirəm. Doğrudur, deyə bilərsiniz. Şagirdlərdə əməkdaşlıq bacarığını necə formalaşdırırsınız? Əməkdaşlıq bacarığını əsasən qrup işində, ya kollektiv işdə formalaşdırıram. Əvvəlcədən şagirdlərə qrup işində əvvəlcədən elan edirəm ki, bu işdə əməkdaşlığa da qiymət veriləcək. Onda şagirdlər başa düşür ki, deməli əməkdaşlığa qiymət verilirsə, daha yaxşı bu dərsdə özlərinə yəni ki, əməkdaşlığı bacarmağa daha yaxşı özlərinə şərait yaratsınlar. Yəni müəllimə, bax fəaliyyətdə deyə bilərsiniz ki, uşaqlar, siz də əməkdaşlıq Bircə dəqiqə müəllimlər. Da müəllimə. Mənim o boyda Napolyon o boyda kişini narahat eləyib, biz narahat olmayaq. Sağ ol. Yəni bu Napolyon qoşun gəlir, narahat olmur. Napolyon dedi ki, göy Allahındır, amma yer üzünün tanrısı mənəm. Tutaq ki, kainat bir padşahındır, tarix utanmaz mı gülüşdür desəm. Günlərə müəllimə. Vəssalam. Allah. Biz beləyik də, həm ədəbiyyatçıyıq, həm coğrafiyaşünasıq, hər sahədən bilirik. Fizikimiz var, kimyaçımız var, filologumuz var, poeziyat, hər bir şeyimiz var. Bizim Gülnarə müəllimənin bu müdavimləri maşallah hər tərəfli yaradıcıdırlar, hə? Müəllim, bir də orada bircə dənə desinlər ki, bir nəsə şeir müsabiqələrində həmişə yarışlara getmişəm, yer tutmuşam. Bircə dənə o Mirzə Ələkbər sahibirin hop-hopnaməsini oradan soruşsalar, desəm onlara bəstəmə 40 bal yazıb çıxardacaqlar çölə. Hayır ki, başqa şeydən sual verirlər. Münacib müəllim. İnşallah. İnşallah. Belə bir sual verim ki, dərs prosesində şagirdin öyrənməsini necə təşkil edirsiniz? Dərs prosesində şagirdin öyrənməsini. Təbii ki, birinci növbədə şagirdin öyrənməsi üçün dərsimin başdan motivasiyanı düzgün qurmalıyam mən. Elə etməliyəm ki, təlim nəticəm uyğun olsun, spesifik olsun, uyarı olsun. Vaxt demək olar ki, 45 dəqiqə müddətində mən vaxtımı refleksiyaya kimi dərsimi yekunlaşdırmağı bacara biləm və çalışaram bunun öhdəsindən gəlim. Birinci növbədə təlim nəticəsinin daha yaxşı qurulmasından, effektivliyindən asılıdır. Bir də buna əlavə olaraq deyə bilərsiniz ki, mən çalışıram ki, məsələn, fənn inteqrasiyadan istifadə edərəm, həyatla əlaqəli nümunələr göstərərəm, əyani deyək ki, vəsaitlər gətirərəm, nə isə göstərməklə şagirdlərin öyrənməsini təmin edərəm. Sadə, anlaşılan, başa salaraq, rahat şəkildə izah edərəm. O qaydada şagirdlərin mənimsəməsini təmin edərəm. Belə də deyə bilərsiniz. Təşəkkür Gülnarə müəllimə, olarmı? Bir kəlmə zəhmət olmasa mən dinləyim. Olarmı ki, məsələn, inteqrasiya əgər fən üstü bizdə, ümumiyyətlə bütün inteqrasiya coğrafiyada fən üstü, fən daxili, fənlər hamısından istifadə edirik biz. Amma olarmı motivasiyada biz olmuş bir həyatı, bir prosesi biz danışa bilək orada? Əlbəttə. Danışa bilərim də. Əlbəttə. Hətta özümüzün başına gələn, mövzumuzla əlaqəli olan bir hadisəni danışa bilərik. Əlbəttə, şahidi olduğumuz bir hadisəni danışa bilərsiniz. Daxili, məsələn, Asiyanın çaylarıdır burada. Asiyada da Azərbaycan da yerləşir. Məsələn, biz Tovuz rayonu Əlbəyli kəndində babamgil yaşayır. Orada Əlbəyli kəndinə tranzit çaylar gəlir Ermənistandan, Tovuz çayı. O atdıqları hər hansı iqruşkaların içində mənim ən yaxın qohumum, 10-cu sinifdə oxuyan əmi və 1 yaşında şagird qucağında məsələn o iqruşkanın qurbanı olmuşdu da belə. Çaydan götürülən bir dənə balaca. Sonra Tovuz rayonunda qarşısı kəsildi. Həmin o 17 ya 18 belə həmin o iqruşka yox da nə deyirik biz onlara? Yəni onlar o oyuncaqları yenidən qarşısını kəsdilər, rayonun özünə çatmamış çayda. Onu götürdülər orada. Amma hal-hazırda yəni başımıza gəlmiş bir hadisə olub da bu belə. Çayları deyəndə qısa şəkildə 1-2 dəqiqəlik o haqda məlumat verə bilərəmmi? Bəli, müəllimə. Əgər mən bilərsiniz, bəli. Məsələn, bütün motivasiyalar var. Məsələn, tapmaca ilə, atalar sözlüklər, mətnlə, hekayə, nə ilə siz başınıza gələn qısaca bir hadisəni mövzuyla bağlı. Əlbəttə, elə də tam yerinə düşən bir mövzudur. Danışa bilərsiniz. Oldu Gülnarə müəllimə. Sağ olun müəllimə, buyurun. Sonra gəlsin Leyla Xəlilova burada.
Şəfət Kərimova. Səsləri bağlayın müəllimlər, dərsi kaydı yoxdur. Mən qaldım müəllim. Şəfət müəllimə burada. Şəfət Mən müəllimə qaldım. yox qalmıyırsınız. Şəfət müəllim qalıb, bir də Mehriban müəllim. Sonra Bəli. o birlər Günay, Lalələr. Mehriban müəllimə sizlə danışaq, sonra Şəfət müəllimə ilə. Mehriban müəllimə. Salam Günay müəllim. Salam. Axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Müəllimə, hansı refleksiya üsulları var? Necə aparırsınız? 3-2-1 refleksiya üsulu var. Cümlə kökləri, çıxış bileti. Yəni refleksiya bitmiş bir fikrin şuurda inkasıdır. Sona çatmış, başa çatmış prosesin şuurda inkasıdır. Refleksiyanı biz adətən dərsin sonunda aparırıq. Yəni saydığım bu üsullar vasitəsilə refleksiya həyata keçiririk. Doğru müəllimə. Stresli uşaq tapşırığı yazmaqda çətinlik çəkərsə nə edərsiniz? Stresli uşaq çətinlik çəkərsə, mən ona fərdi yanaşaram. Şagirddə niyə belə stres yarandığını aydınlaşdırmağa çalışaram və ona deyərəm ki, bu hər şeyin sonu deyil. Biz səhvlərimizlə, düzlərimiz səhvlərimizdən əmələ gəlir. Bugün sən onu yəqin ki, bacarmamısan, Dweck'in nəzəriyyəsini məncə burada deyə bilərik də. Sən hələ ki, bacarmırsan, səhv eləmirəm də, elə müəllimə Dweck idi də. Karl Dweck'in Bəli, Dweck idi, bəli. Hə, sən hələ bacarmırsan, əminəm ki, bacaracaqsan, çünki sən bundan da çətin məsələlərin öhdəsindən gəlmirsən. Bəli, müəllimə, deyə bilərsiniz bunları da, özgüvən artırarsınız. Bəs yaxşı, müəllimə, belə bir sual verilsə ki, şagird KSG-də digər yoldaşlarından keçirərsə nə edərsən? Mən bir proaktiv müəllim kimi dərsin əvvəlində, ilin əvvəlində daha doğrusu prosedur qaydalarım var. Şagirdlər bilirlər ki, KSG-də köçürmək olmaz. Əgər belə bir hal baş verərsə, mən ya sarı vərəq göstərərəm, ya lövhədə onun adını yazaram. Amma dərsi pozmamaq şərtindən və yaxud da bir mimikalarla nəsə ona hiss elətdirərəm ki, yəni mən bunu bildim, köçürtmə. Bəli, bir də müəllimə, orada bir dənə bunun da adını çəkə bilərsən, bir fasilitator müəllim kimi şagirdlərimi müşahidə edirəm. Məsələn, orada qeyri-verbal hərəkətlə də, məsələn, göz təması və yaxud yaxınlaşıb, yaxud da əlini qoymaqla. Müəllimə, bağışlayın Gülarə müəllimə, sözünüzü kəsdim. Mən bir yerdə rast gəldim ki, deyir ki, əli çiynə də qoymaq olmaz, şagirdi toxunmaq olmaz. Ancaq sarı vərəq gərək göstərilər, lövhədə adı yazılar, mimikalarla başa salına, şagirdə toxunmaq olmaz. Niyə? Nə bilim, valla, bir yerdə rast gəldim. Görürüm, şagirdə toxunsuq, o belə çıxar ki, yəni bunu vurduq mu, şiddətimi göstəririk, nəsə də, bax, belə bir, bilmirəm, nə belə bir idi. Siz onu şillələmirsiniz ki, sadəcə yaxınlaşıb çiyninə qoyursunuz. Yəni, onu mən yanlış bilmirəm. İndi kim harda necə deyir, onu deyə bilmərəm. Mən onu yanlış bilmirəm, müəllimə. Müəllimə, dərsdə hansı resurslardan istifadə edirsiniz? Mənim ixtisasım informatika olduğu üçün proyektordan, interaktiv lövhə var bizdə. Yəni, bunlarla biz dərs keçirik hər gün. Kompüter, lövhə, proyektor. Dərslik, bəli, deyə bilərsiniz müəllimə. Təşəkkürlər Mehriban müəllimə. Şəfət müəllimə gəlsin. Çox sağ ol. Şəfət müəllimə, sonra Günay, sonra Cəfərova Lalə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Şəfət müəllimə. Şəfət müəllimə, belə bir sual verim. Bax, müəllim şagirdlərə tapşırıq verir və şagirdlərə deyir ki, kim tez yazarsa ona daha yaxşı qiymət verəcəm. Müəllimin etdiyi səhv nədir burada? Kim tez yazarsa fikri düzgün deyil, onda uşağı biz tələsdiririk. Əksinə biz tapşırıq verəndə tapşırıqdan asılı olaraq açıqdır ya qapalıdır, zaman verməliyik. Çünki bütün uşaqların qavraması eyni deyil. Ona görə o fikir səhvdir, müəllimin etdiyi yanlışdır. Konfidensiallığı nə zaman pozarsınız müəllimə? Konfidensiallığı yalnız uşağı, şagirdlərə həyati təhlükəsi olarsa, o zaman pozmaq olar. Pozaram o zaman. Keçilən mövzunu şagird tərəfindən hansı səviyyədə mənimsədiyini necə yoxluyursunuz?
Şagirdin mənimsəməsini yoxlamaq üçün refleksiya edirəm. Ay sağ ol. Refleks edirəm. Təlim nəticəsini nə zaman Suallarım- elan edirsən? Aha. Təlim nəticəsini dərsin başlanğıcında təlim nəticəsini və qiymətləndirmə meyarlarını elan edirəm sinifimə. Mhm. Yeni gələn iş yoldaşınıza nə kimi tövsiyələr verərsiniz? Bax, bu da soruşulub. Bugünmü, dünənmi? Bəli, bəli. Yeni gələn iş yoldaşım hazırda yeni iş yoldaşımız gəlib, yeni MİQ-dən gəlmiş bir coğrafiya müəllimimiz var. İlk dəfə mən onu gördüm dəhlizdə. Çox xoş gəldinlə qarşıladım, pozitiv münasibət göstərdim. Hətta öz sinif rəhbəri olduğum sinifə aparıb təqdim elədim və ona bildirdim ki, nə ehtiyac olsa müəyyən məsələlərdən, nə lazımsa soruşa bilər məndən. Doğru. Deyə bilərsiniz müəllimə. Motivasiyanı necə qurursunuz? Motivasiya, düzgün qurulmuş motivasiya dərsin təlim nəticəsinə çatmağın Dərsin demək olar ki, 50% mənimsəməsidir. bəli, 50% mənimsəməsidir. Motivasiyanı təcrübələrimə əsasən də deyə bilərəm ki, motivasiya həyatla bağlı hadisələrlə başlanğıcda və yaxud da ki, təcrübələrlə, əyani vəsaitlərlə və yaxud da şərait varsa video çarxla başlanan, qurulan motivasiyalar daha effektiv olur. Mhm. Mən də bunlardan istifadə edirəm. Öz şəxsi kompüterimi, proyektorum var. Onları aparıram. Bizdə məktəbdə yoxdur. Onlardan da istifadə edərək maraqlı qurmağa çalışıram dərsləri. Mhm. Yaxşı. Təşəkkürlər müəllimə. Çox sağ olun. Sağ olun. Siz sağ Qəşəng olun. danışırsınız amma Şəfət müəllimə. Eləmi müəllimə? Yaxşıdır. bəli. Nəhayət ki, sizdən bu sözləri eşitdim. Niyə Amma eşitməmişdiniz indiyə gözlədim. kimi? Necə? Yox, müəllimə, çox deməmişdiniz. Eləmi? Yəqin onda məni tam qane Sevin. etməyib deyə demirəm. Amma bir Yəqin xarakterim ki, var, müəllimə. ay müəllimlər. Valla baxıram, məni tam qane etməyəndə elə bil ki, içimdən gəlmir da demək onu. Amma ürəyimə yatan cavab verən kimi o, yəni öz başına elə bil ki, içimdən o aşıb daşır o rəylər ki, bunu müəllim üçün deyil. Çox sağ olun müəllimə. Bu da bizi motivasiya elədi. Şəxsən məni motivasiya elədi. Təşəkkür Sağ edirəm. olun Sizin müəllimə. sayənizdə. Sağ olun. Buyurun, buyurun. Günay Məmmədli gəlsin. Bəli, müəllimə, Məmmədəliyeva. Məmmədəliyeva. Məmmədova yazmışam, ay Günay sənin familiyan. Bəli, müəllimə. Hər dəfə deyirəm yadınızdan çıxır. Eləmi? Qoy onda düzəldim də. Məmmədəliyeva. Bəli, uzundur. Olsun da, müəllimə. Uzun da olsa, qısa da olsa biz bunu doğru düzgün deməliyik. Bəli, müəllimə təqdim etməni demişdiniz dünən. Düz desəm mən dünən yox sırağa gün danışa bilmədim, həyəcanlandım. Amma təqdim etməni dediniz ki, gələn səfər səndən soruşacağam. Müəllimə 16-cı gün soruşsaq. Nə tərməsi, nə deyirsiz, nə tərsiz. Prosta deyirəm məndə bir səhvlər var, bir də həyəcan falan olur. Qısa yazmışam, çox uzun O yazmamışam. həyəcanı ləğv eləyəcəyik, o heç. O qalası deyil o həyəcan. Amma İnşallah. narahat olmayın. Yəni 6-cı gün bir dənə dinləyərəm sizi. Nə vaxt imtahanınız? 17-sidir müəllimə. Hə, Digər mən var, gündə var. elə gün qabağında şey eləyirəm. Tez-tez özümə danışıram. Hə, düz eləyirsən. Praktika keçirəm. Hə, o qəşəng bax müəllimə. Sonra gəl, Günay müəllimə, belə bir sual verim sizə. Sağlam Bəli. psixoloji mühiti necə qurursunuz? Sağlam psixoloji mühiti necə qururam? Nədir pas? Ümumiyyətlə sağlam psixoloji mühit nədir? Sağlam psixoloji mühit müəllimə dəstəkləyici mühitin yaradılmasıdır. Şagirdin sərbəst şəkildə fikirlərini ifadə edə bildiyi bir mühitdir. Səhv edəndə lağa qoyulmadığı, ələ salınmadığı bir mühitdir. Demokratik Məktəbdə sinifdə insanların bir-birinə qarşı hörmətidir də müəllimə.
inam, anlayışlıq davrandığı, emosional Deyək ki, rahatçılıqdır. bəli, rahat, yəni şagird səhv edəndə qorxmayacaq, ələ salınmayacaq, lağa qoyulmayacaq. Təhlükəsizlik hissidir, Bəli, dəstək, əməkdaşlıqdır, bunlar müsbət hamısı münasibətlərdir. deyək ki, müsbət hamısı bunlar sağlam psixoloji mühit. Demokratik Bəli. ünsiyyət, demokratik üslubda keçilən dərs sağlam psixoloji bir mühitdir. Fasilitator Mühitdir. müəllim kimdir? Fasilitator müəllimin özüdür də müəllimə. Kimdir və necə müəllimə fasilitator müəllim deyirlər? Yol göstərən, bələdçi, Yol istiqamət göstərən, verən, bəli. bəli, şagirdlərini tədqiq edən, müşahidə edən müəllim fasilitator müəllim. Bəs yaxşı müəllimə, açıq dərs keçirsiniz, müəllim həmkarlarınızla əyləşir. Dərsdən sonra sizdə Bəli. dərslər haqqında nöqsanlarınızı deyirlər. Nə edərsiniz? Bəli. Müsbət qarşılayaram müəllimə, yəni və hansı səhvlərimin mənə irad tuturlarsa, irad verəcək, yəni deyəcəklər filan yerdə səhvim var da, yəni müsbət qarşılayaram və səhvlərimi çalışıram ki, aradan götürəm. Gələn səfərki də, yəni açıq dərsimdə o problemləri aradan götürəm. Ay, sağ ol. Motivasiya deyəndə nə nəzərdə tutulur? Motivasiya müəllimə, yəni dərsi düzgün yönləndirməkdir. Motivasiya. Maraq oyatmadır, cəlb etmədir, Bəli, maraq sanki oyatmaqdır. şagirdi qarmağa keçirtməkdir. Bax, bunu belə Bəli. deyəcəksən. Sinifdə neçə uşaqla işləyə bilərsiniz müəllimə? İstənilən qədər. Sayın, Yəni yəni müəllim üçün bir peşəkar, səriştəli müəllim üçün sinifdə uşaq sayının əhəmiyyəti olmamalı. sayı nə qədərdirsə müəllim o qədər. Yəni sinifdə neçə nəfər, 30 nəfərdə 30 nəfərlə işləmək bizim borcumuzdur. 25 nəfərdirsə 25 nəfərlə işləmək bizim borcumuzdur. Yəni Doğrudur. işləyərik səbrlə, Bəli, həvəslə. bəli müəllimə, doğrudur. Təşəkkürlər Günay müəllimə. Çox sağ olun. Sağ olun. Lalə Siz Cəfərova sağ olun. gəlsin, sonra Lalə Qasımova. Axşamınız xeyir. Axşamınız xeyir Lalə müəllimə. Lalə müəllimə, bax belə bir sual verilib. Müəllimə üzrü sayın qurbanım. Bu motivasiyada biz motivasiya növlərini deyə bilərik orada. Məsələn, daxili motivasiya var, xarici motivasiya var. Bunları demək lazımdır yoxsa yox? Yox, o başqa şeydir. Bu dərsin dərsin ilk mərhələsidir bu motivasiya. O motivasiya, məsələn, elə bil ki, özünün ruhdan salınmamasıdır. Daxili motivasiya ilə sən özünü ruhdan salmağa qoymursan. Hansısa bir çətinlik görəndə Dərsə marağı oyatmaqdır. Hə, bu amma bu dərs Həvəsləndirməkdir. dərsə həvəsləndirmədir, bəli. Bəli. Belə bir şagirdlər sizə sən deyə müraciət edərsə, nə edərsən? Yəni Mən onu şagird. mənə sual verirsiniz yoxsa hansı müəllimə? Cəfərova Lalə. Hə, oldu. Çox sağ olun müəllim. Biz belə deyək də, əvvəlki dərslərdə də bu haqqda, məsəl üçün nitq etçilərindən necə istifadə etmək haqqında, məsələn, şagirdlərlə danışa bilərik. Bunun həmçinin yenə də belə bir hal baş verərsə, bunun düzgün olmadığını, məsələn, bizim özümüzdən böyüklərə sən deyə yox, siz deyə müraciət etmək bildirə bilərik. Ay, sağ ol, deyə bilərsən. Bəs yaxşı müəllimə, layihə əsaslı öyrənmə nədir? Deyir ki, bu da verilibdir, amma tam dəqiq bilmirəm ha müəllimlər. Mən də bunu ağızdan eşitmişəm. Layihə əsaslı öyrənmədə şagirdlərə müəyyən bir problemli mövzu verilir, yaxud da ki, bir mövzu verilir. Burada məsələn plan tərtib olunur. Ay, sağ ol. Onu daha bilmirəm. Əməkdaşlıq olunur, şagirdlərdə əməkdaşlıq, ünsiyyət bacarığı formalaşır. Elə bil ki, real həyat üzərində qurulur da. Yəni real həyatdan qarşılaşa biləcəyin bu problemləri yaradıcı yanaşaraq həll olunma bir metodudur. Bax, bu layihə əsaslı öyrənmə. Hər hansı bir real həyatdan bir situasiya götürülür və onun üzərində deyək ki, yaradıcı yanaşaraq bu məsələni həll edirlər. Burada da əməkdaşlıq, ünsiyyət bacarıqları formalaşır, təşəbbüskarlıq var, bilikləri əlaqələndirmə bacarıqları formalaşır. Belə bir sual verilir. Müəllimliyin üstünlüyü və çətinliyi nədir? Müəllimliyin üstün cəhəti ola bilər ki, məsələn, şagirdlərə yəni öyrədirik. Biz həmçinin biz bilik və bacarıqlar öyrətdiyimiz kimi özümüz də öyrənirik. Məsələn, yeniliklərimi özümüzü təkmilləşdiririk.
Mənfi cəhətləri isə ola bilər ki, məsəl üçün şagirdlərin müxtəlifdir, yəni onlar müxtəlif qavrama səviyyəsinə malikdirlər. Bəziləri asan qavrayırlar, bəziləri çətin qavrayırlar. Onları demə. Müxtəlif. Siz necə deyin onu? Çətinliyi odur ki, biz müxtəlif dünya görüşünə sahib olan valideynlərlə, müxtəlif ailələrdən çıxmış şagirdlərlə işləyirik. Bu da müəyyən qədər çətinlik yarada bilər. Amma mən yenə peşəkar bir müəllim kimi müəllim üçün yəni işində heç bir çətinlik olmamalıdır. Bunun öhdəsindən gəlməyə çalışırıq deyə bilərsən. Belə bir sual verin. Bax, siz əsəbləşmisiniz Lalə müəllimə. Rəhbərliyə səsinizi qaldıraraq danışırsınız və bu problemi həll edirsiniz. Və bu etdiyiniz əməldən sonra peşman olarsınızmı? Belə deyək də, müəllim mədəni etik davranış qaydalarına mədəni davranış nümayiş etdirməlidir. O öz davranışına yəni fikir verməlidir də. Düşünürəm ki, yəni belə etməməlidir. Aha, olarsa da gedərəm, üzr istəyərəm. Olarsa da sual necə idi axırı? Sual ki, rəhbərlikdən, yəni bunu rəhbərliyə deyirsiniz, rəhbərlik sizin bu işinizi düzəldir. Sonra deyir, etdiyiniz əməldən peşman olarsınız. Yəqin ki, olaram da. Canın yanması. Lalə deyir, yəqin ki, olaram. Müəllimə, deyin olaram, peşman olaram və əslində birinci boynunuzu almayın. Deyin ki, belə bir hal olmayıb heç vaxt. Amma olarsa da mən rəhbərlikdən üzr istəyə bilərəm. Və belə deyə bilərsiniz. Oldu. Deyir, yəqin ki, olaram. Özə yəqin ki, ha. Təşəkkürlər Lalə müəllimə. Sağ olun. Sağ olun. Qasımova gəlsin. Lalələri yığmışıq dərsimizə. Güllü çiçəkli. Eşidirəm müəllimə. Lalə müəllimə, Özümü təqdim siz təqdim etmək istəyirdiniz. Nə zamandır imtahanınız? 15-i. 15-i. Hə, 15-inə hələ 2 dərsimiz var, müəllimə. Eləyə bilər. Yaxşı, istəyirsiniz eləməyin müəllimə. Bir iki sual verim sizə. Mən də fikirləşdim ki, indi eləyim 6-cı günü də. Yəni o biri dərslərin birində də icmalın birini eləyəydim də. Çünki burada bir də nəsə deyərsiniz, qayıdıb onu düzəldərəm, biz onu əzbərləyək. Eləyin, təqdiminizi eləyin. Mən Qasımova Lalə İsmail qızı 1979-cu ildə Şəmkir rayonunda anadan olmuşam. 1997-2001-ci illərdə Gəncə Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavriat təhsili, 2001-2003-cü illərdə Gəncə Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə magistratura təhsili almışam. Hər iki təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. 2006-cı ildə Samux rayonu Ziyatlı kənd tam orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam. Özümü təkmilləşdirmək məqsədi ilə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir sıra təlimlərdə iştirak edib uğur qazanmışam. Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edirəm. Nəzarətçi müəllim və marker müəllim kimi fəaliyyət göstərirəm. Mən bir müəllim kimi öz fəaliyyətimdə şagirdlərimin potensialını üzə çıxarmağa, onlarda elmə maraq oyatmağa çalışıram. Müəllim olmaq sadəcə bir peşə deyil, bu bir missiyadır. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran ən ali varlıqdır. Mən müəllim olmağımla qürur duyuram və bu şərəfli peşəyə layiq şəkildə xidmət etməyə çalışıram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Qəşəng müəllimə. Qəşəng eləmişsiniz. Yəni məzmunu da qəşəng. Da bunu Olar belə deyil. Hə, müəllim. Da bunu nə dəyişəcəm ki mən? Yəni danışıq tərzi nə tərzidir? Danışıq tərzin yaxşı müəllimə. Lektiv falan. Yəni belə bilmirəm də mən onu baxmamışam ki, yəni tez-tez deyirəm, yəni belə Yox. Nədə sözümü tez demirsiniz müəllimə. Tez demirsiniz. Yəni ciddi bir nöqsan görmədim də müəllimə. Mən bilirsiniz olanda o saatı deyirəm. Ki bax burası belədir, burası belədir. Bir də müəllimə bax onu demək istəyirəm. Bax o hissədə qalmışdım, düz elə yazdım. Onu orada bakalavr təhsili demək olmaz. Bakalavriat, yəni düz yazmışam elə. Hə, mən də onu elə deyirəm. Bakalavriat səviyyəsi üzrə Bakalavriat olmalıdır. Bir də ki, magistr təhsili yox, magistratura. Bu da belə olmalıdır. Magistratura səviyyəsini, hə. Magistrat. Yazmışam. Hə, da elə. Deyirəm ki, magistr deyil.
Əslində magistratura. səviyyədir də, o ali təhsilin, ali Hə, təhsil pilləsinin, bəli, magistraturadır, sonra doktoranturadır, rezidenturadır, bunlar adjunkturadır. Bunlar ali təhsil pillənin səviyyələridir. O magistratura səviyyəsi üzrə bitirmişəm. Düz deyirsən. Burada yanlışımız nədir? Mən başa düşmədim. yox, yox bilmirəm. Deyirəm, yəni bəzən deyirlər bakalavr təhsili. Yəni mən bakalavriat yazmışam. Deyirəm, yəni düzmə eləmişəm. Bakalavriat elə də deməlimə. Yəni o ola bilər bəlkə bakalavr təhsil də demək heç yanlış olmaz, amma siz elə deyin. Yaxşı. Əla. Belə müəllimə. Sonra bir də sizə nə deyəcəydim mən? Burada ayrı müəllimə, sual cavabı sizə gələn dəfə eləyəcəm Lalə müəllimə. İcmalımı da gələn dəfə. Hə, icmal da gələn dəfə soruşaram. İcmaldan sual cavab, icmalı danışarsan sual cavab eləyərəm. İcmalda da vacib məqamları vurğulayarıq. Yəni orada o deyək ki, öyrənmə fəaliyyətini çox adama danışdırmırlar. Bir də mən dərsin qaydını dayandırım müəllimlər. Bircə dəqiqə. Bir də deməli burdan bizi izləyən müəllimlər üçün bildirim ki, yəni imtahana onsuz da 17-si sonuncu imtahandır, müsahibə dərsidir əziz müəllimlər. Son günlər qalıbdır. Kimlər əgər indiyənə qədər hazırlaşmayıbsa, bizim müsahibə dərslərimizə də qoşula bilərlər fərdi şəkildə. Bir gün, 2 gün, yəni mən keçən dərslərimdə də onu bildirmişdim. Müraciət edən müəllimlər var ki, müəllimə olarmı deyir, mən bir gün qoşdum, 2 gün. Bəli, olar, mümkündür bunlar. Yəni o icmalların təqdim olunmasıdır, özünüzün təqdim edilməsidir. Onların hamısını həm icmalı necə təqdim edəcəksiniz, həm özünüzü necə təqdim edəcəksiniz, onların hamısına sizə xırdalığına qədər köməklik göstərəcəm. 1 dərs, 2 dərs keçərək, yəni sizə müsahibədə necə danışacaqsınız, necə özünüzü təqdim edəcəksiniz, o istiqamətdə sizə dəstək olmağa çalışacağam müəllimlər. Ona görə də narahat olmayın. Yəni rahat şəkildə mənə YouTube-dan nömrələrimi götürüb mənə müraciət edib bizim dərslərimizdən faydalana bilərsiniz. Və bu ayın sonlarından etibarən kurikulum təlimlərim başlayacaq müəllimlər. Kurikulum qruplarımıza bizim qeydiyyatımız davam eləyir. Kurikulum üçün müraciət edən müəllimlər də bizdən əlaqə saxlayıb bizim qrupa qeydiyyata düşə bilərlər. Və bu arada kanalıma abunə olmağı, bəyənməyi, şərh yazmağı, paylaşmağı unutmayın və abunə olun ki, yeniliklərdən xəbəriniz olsun və dəstək olun ki, yeni videolarımızın davamı gəlsin. Sağ olun əzizlərim.